Salamlar, hər vaxtınız xeyirli olsun. Bu Show Deyil podkastına xoş gəlmisiniz. Mən Rəna Yüzbaşova. Mən Səma Ağayeva. Mən Mehri Əzizova. Bu Show Deyil adlı podkastımızı hər həftənin cümə günü 20:00-da YouTube kanalımızda, 21:00-da SoundCloud-da canlı yayımda olacaq. Bu günləri biz nələrdən danışacağıq? Hər həftə bir-birindən maraqlı, əyləncəli, düşündürücü və aktual mövzularla sizinlərin qarşısında olacağıq. Və ara-ara podkastımızda məşhurlar, influencerlar və öz sahəsinin peşəkarları qonaq olacaq. Bu vaxtımızı xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, bildirişləri açmağı unutmayın. Və bizi sosial media hesablarımızdan izləməyi unutmayın. Qızlar, biz bu gün nədən danışacağıq? Əlbəttə ki, toksik münasibətlərdən. Ümumiyyətlə, toksik münasibət yaşamısınız? İşdə, şəxsi həyatımızda ola bilər. Düşünürəm ki, hər birimiz zaman-zaman ətrafımızda, ailəmizdə, iş şəraitində, hətta dostluqda da toksikliklər yaşayırıq. Qarşılaşmışıq. Qatılıram. Aha. Yəni ətrafınızda olubmu elə insanlar hansı ki, toksik münasibət yaşayıb və siz buna şahid olmusunuz? Təbii ki, Təbii ki də. olur. Ümumiyyətlə, toksikliyin mənası nədir? Düşünürəm ki, toksik münasibətlər insanı yavaş-yavaş, belə deyək, zəhərləyir desək daha doğrudur. Razıyam. Toksik münasibət insanı tükətir, özünə inamını azaldır. Toksik münasibət hətta bəzən qışqırıqla, təhqirlə belə olmur, bəzən səssiz olur və bu düşünürəm ən təhlükəli formasıdır. Toksik insanlar sizcə necə davranırlar ətrafdakılara? Yəni necə anlaya bilərik ki, bu insan toksikdir? Məsələn, qarşı tərəfin özgüvənini aşağı salır, demotivasiya eləyir və yaxud da ki, onun hər bir işinə qarışır, günahlandırır. Manipulyasiya, gaslighting deyə bilərik, reallığı inkar edir, Və təhqir edir, dəyərsizləşdirir. xırda zarafat adlı sözləri ilə deyir ki, Zarafatla zarafat edirəm bir söz də, atırdı, incidir. Və düşünürəm ki, ən Hörmətsizlik. təhlükəlisi budur ki, bir zaman sonra toksik ilişkinin içində olanda insan artıq özünü təsəlli etməyə başlayır ki, hamı belə yaşayır, hamı belə yaşayır, Doğrudur. bəlkə düzələr kimi söhbətlərə girir, ümid eləyir. Yəqin bəlkə problem məndədir, hətta buna belə olur. Özünüzü günahkar hiss edir. İnsan özünü daha da zaman-zaman günahkar hiss etməyə başlayır. Bəs toksik insan haqqında nə düşünürsünüz? Toksik insan deyəndə, toksik insan bəlkə hər birimizin içində də müəyyən toksiklik var. Düşünürəm ki, məncə hamımızda bir toksik tərəfi var. Sadəcə bunu necə idarə etməyimizdən asılıdır. Bəzimiz ailə münasibətlərində toksik ola bilərik, bəzimiz dostluqda. Yəni məsələn, toksik dostluqlarınız olub bilmirəm. Düzdür, məndə yoxdur toksik münasibət, dostluq, amma bəlkə də yəni o tərəfim hələ ortaya çıxmıyor. Bəlkə zaman-zaman ola bilər. Amma toksik dostluqlar da çox olur. Necə, məsələn, dostluğunu qısqanmaq deyə bir şey var. Məncə bu tam olaraq toksiklikdir deyə düşünürəm. Çünki dostunu insan niyə qısqansın ki? Təbii ki, ondan əlavə də həyatı Yəni, var. Onu artıq dost adlandırmaq biraz çətin olur. Paxıllıqdır məncə. Paxıllıqdır. Və yaxud da dostunun xoş gününə sevinə bilmirsən, içdən içə bir müəyyən paxıllıq hiss edirsən ki, bundan rastlaşmışam. Yəni üzə gülür, səni necə deyim, yanındadır hər zaman. Kimi göstərir. Kimi göstərir, amma içdən içə sən paxıllığını çəkir, içdən içə səni gözdən salmaq üçün müəyyən addımlar eləyir. Mən bu çox pis bir şeydir əslində. İnsan yəni çox yaxşı bir şey deyil. Sevgidə də zaten məncə hamımız şahid oluruq deyə düşünürəm. Ailə münasibətlərinə girmək istəmirəm. Aktual mövzu. Məncə hamımız ailəmizdən toksik münasibətdəyik. Razıyam. Çünki mən düşünürəm ki, məncə onlar bizə öyrədirlər bu toksikliyi. Belə bir fikrim də var. Yəni ailəmizlə olan münasibətlər elə sırf bizim içimizdəki o toksikliyə başlamaqdan irəli gəlir. Yəni onlar bizi toksik mühitdə böyüdürlər, toksik sevirlər və hər şeyi bizə toksikliklə aşılıyorlar və biz də belə edirik. Faiz insanlar toksik yaşayırlar. İstər
şəxsi həyatda, Və istər ən işdə. pis odur ki, bunun fərqinə varmırlar. Və fərqinə Gələ varandan bilirlər ki, sonra elə belə də olmalı. Düşür, Çünki girmirlər həyatı belə yaşayırlar. başlasın. Niyə? Çünki sevgi adı altında eləyirlər hər şeyi. Aynen. Ona görə heç kəs fərqinə varmır. İstər ailədə, istər münasibətdə, istər dostluqda hər kəs bunu səni çox istəyirəm deyə eləyirəmin altına girirlər. Ona görə. Və düzgün vurğuladın ki, sevgi. Və sizcə sevgi adı altında məsələn nəzarət nə düşünürsüz bu barədə? Sevgi adı altında nəzarət. Məncə buna sən fikirlərini bildir, daha sonra biz davam edərik. Bu barədə həqiqətən də öz fikirlərimi bildirmək istəyirəm. Sevgi adı altında nəzarət. Ümumiyyətlə bir çox insanların sevgi anlayışı fərqlidir. Baxışı da fərqlidir. Amma zənnimcə sevgi qorumaqdır, sevgi dəstəkdir, sevgi hörmətdir, sevgi güvəndir, sevgi yanında səni sevirəm, sənin yanındayam sözü yox, əməldə hiss etdirməkdir. Həqiqətən də bunun yaşatmaqdır. Amma nəzarət isə sadəcə olaraq özgüvənsizlikdən, şübhədən, qorxulardan əmələ gəlir və bunu yalnız özgüvənsiz insanlar yaşadır qarşı tərəfə. Sevgi isə sadəcə qorumaqdır və nəzarətə gəldikdə isə məsələn yəqin ki, siz də ümumiyyətlə gündəlik həyatda rastlaşır insanlarla sevgi adı altı nəzarət tipləri məsələn. Çaya getdin, nəzarət- hər şeydən xəbərim olsun. Hər nə geyindin, məsələn, hər Danışma, addımına hər addımına müdaxilə danışma. etməsi. Əslində bunu sevgi adına nəzarəti bir növ qısqanclıq kimi aşılıyorlar. Qısqanclıq Çünki sizcə? özünə qarşı güvəni olmur ona görə. Düşünürəm, qatılıram buna. Qısıtlayır həyatında hər şeyi. Nəzarət etmək istəyən insanlar, qısqanclıq adı altında nəzarət etmək istəyən insanların özgüvəni olmur. Əlbəttə ki. Çünki qorxurlar. Ona Zaten qısqanclıq normal bir şeydir. Olmalıdır. İstəyir dostluq münasibətində, istəyir ailə Amma münasibətində, şirin sevgi münasibətində. qısqanclıqda da həyatında hər çərçivəsini şeyi müdaxilə aşmır. etmək yox. Düzdür. Amma o çərçivəsini aşırsa və bunu qarşı tərəf aşılayır ki, mən axı səni sevirəm, sənə dəyər verirəm. Bunun üçün sən həyatına hər şeyi Sən istəyərək qarışıram. də bunu edirəm. Bu sözləri deyə-deyə qarşı tərəfin beyninə yer edir bu cümlələri və təəssüf ki, qarşı tərəf buna inanır və bir müəyyən vaxt keçəndən sonra anlayır ki, bu sağlam Amma heç münasibət fikir deyil. rastlaşmamısınız məsələn. Məncə hamımız rastlaşmışıq. Məncə izləyicilərimiz də rastlaşıb bundan. Məsələn ətrafımızda ki, o səni sevmir, qısqanmır ki səni, o necə sevə bilər səni? Sənə qarşı heç bir qısqanclıq eləmir. Məncə bu bizim cəmiyyətdə çox rastlaşdığımız bir şeydir. Sevgini qısqanclıqla ölçürlər. Amma sevgi qısqanclıq deyil. Düzdür, qısqanclıq eləyə bilərsən, amma sağlam qısqanclıq. Əlbəttə. Yəni qısqanclıq mənə məxsus Onu olan bir qısıtlamayaraq. hissdir. Əgər mən kimisə qısqanıramsa, bu mənim hissimdir və mənim hissim qarşı tərəfi incitməməlidir, qısıtlamamalıdır, hiss olaraq qalmalıdır deyə düşünürəm. Bəs sizcə qısqanclıq nədən yaranır? Özgüvənsizlikdən. Özünə qarşı güvəni olmur deyə elə Düşünür ki, bilir ki, qarşı həmin tərəfdə. xanım hansısa bir gün ona qarşı səhv eləyəcək. Xanım Və ya Həqiqətən. eyni xanım və ya bəy hər iki tərəf özünə qarşı güvənsizliyi olur deyə Mən düşünürəm ki, qısqanclıq itirmə qorxusundan itirmə yaranır. qorxusu. Ən çox bundan yaranır. Eynən. Və qısıtlamaya çalışır. Necə? Özü elə bilməyəcəyi şeylər xanıma da və ya bəyə də qoymur ki, sən də düşünür eləmək ki, ilə. sən bunu eləsən, o səni itirə bilər. Və ən pis odur ki, özünü asılı edir də. Yəni həmin şəxs hər bir addımını ona bir hesabat kimi verirdi. Artıq o insan özünü şəxsiyyət kimi görmür və bu insan hər kəsdən uzaqlaşdırır. İstəyir ailəsindən, istəyir qohum-əqrəbədən, istəyir dost-tanışdan. Deyir, yalnız sən mənə məxsussun, sanki bir əşyadır və sən yalnız mən dediklərimi eləməlisən. Qısqanclıqla sevgi arasında məncə çox incə bir xətt var. Məncə biz hamımız bəlkə də zaman-zaman bu xətti anlamırıq, keçirik. Düşünürəm qısqanclıq problem deyil, amma hiss olaraq qaldığında problem deyil. Əgər artıq davranışa keçirsə və bu davranışlar səni narahat edirsə, artıq sən özünü sorğulamağa başlayırsansa ki, məsələn, bunu eləsəm inciyər, bunu eləsəm xətrinə dəyər və yaxud da görəsən, yəni buna necə reaksiya verər kimi şeylər düşünməyə başlayırsansa, bu artıq sağlam deyil. Yəni düşüncə deyil. Çünki sən həyatı düşünmürsən, qabağındakı insanı düşünürsən ki, həmin insan üçün yaşayırsan da, öz düşüncələrini yaşamırsan.
Yəni dəstəkləmirdi həmin şəxs. Sadəcə Bəli. olaraq azadlığından məhrum edir və ona beynə yeridir ki, sən doğru addım atmırsan, sənin getdiyin yol düzgün yol deyil, mən hər şeyin yaxşısını bilirəm və mən deyilən yolla getsən, sən yəni də hər şey Yaxşı sənə olacaq möhtəşəm sənin olacaq. üçün. Amma bu təbii ki, yanlışdır. Təbii ki. Necə onda ümumiləşdirək fikrimizi. Aha, Ne deyək? Qısqanclıq, incə xəttimizi unutmuruq. aha. Qısqanclıq səni incitməyəndə demək ki, hissdir. Əgər artıq səni incitməyə başlayırsa, bunu etməsəm daha yaxşıdır deyirsənsə və artıq özündən çox qarşı tərəfin hisslərini düşünürsənsə, demək ki, sən artıq bu hiss deyil, qısqanılmırsan, sən sadəcə idarə olunursan, nəzarətdəsən, bir növ manipulyasiya edilirsən deyə bilərik məncə. Belə Bəzən. düşünürəm. Və buradan izləyicilərimizə xatırlatmaq istəyirəm ki, əgər bu videonu davamlı şəkildə görmək istəyirsinizsə, bizi bəyənirsinizsə, bu videonu bəyənin, kanalımıza abunə olun və dost tanışlarınıza göndərməyi unutmayın. Ən önəmlisi şərhlərdə öz toksik münasibətləriniz, təcrübələriniz, fikirlərinizi bizlə bölüşməyi unutmayın. Bir də duyğusal manipulyasiya və günah hissi yaradır. Siz bu barədə nə düşünürsünüz? Qurban roluna girmək, günahkar hissi yaşatmaq, Oxumadım. sevgi ilə şantaj. O ağır oldu. Hə, günahkar hissi Konum göndərmək. Mən sevsəydim bunu eləməzdin. İndi bunları O biraz borclu hiss elətdirərək sevgi deyil səncə? Yəni qarşısındakını borclu hiss elətdirirsən. Yəni mən sənin üçün bu qədər şey eləmişəm, amma sən məni tərk edirsən və yaxud da sən məni sevməyə məcbursan. minnət qoyur o insana sanki. Yəni sən o saf niyyətlə elə bil çıxır eləməmisən də. Minnətlik deyil. Əslində belə deyil də, sevgi qarşılıqsız olmalıdır. Belə düşünürəm. Yəni necə deyim, əgər təbii ki, hər şey qarşılıqlı gözəldir, bunu dəstəkləyirik. Bu ayrı bir məsələdir. Amma ki mən səni sevirəmsə və yaxud da istər dostluqda, istər münasibətdən söhbət gedir, ümumiləşdirirəm. Sən mənə eyni hissləri bəsləmək məcburiyyətində deyilsən və yaxud da mən sənin üçün əgər hər hansı bir hədiyyə almışamsa və sən mənə bunu eləmək məcburiyyətində, mən bunu qarşılıq olaraq eləmirəm. Təbii ki, ürəyindən keçib insan eləyə bilər, bu ayrı bir məsələ, amma əgər artıq mən səndən bunu bir dəfə elədim, iki dəfə elədim, üçüncü dəfə dilə gətirirəm ki, mən bu qədər şey eləyirəm, amma sən heç nə eləmirsən mənim üçün. Bu artıq qarşılıq gözləyərək olur. Yəni düşünürəm ki, əgər sevirsənsə qarşılıq gözləməlisən. Bizim ən böyük müsbət mənfi cəhətimiz odur ki, elədiyimizin hər dəfə qarşılığını gözləyirik. Bəli. Gözləntisi olmalıdır əslində. Həyatda gözləntisi olsaq daha yaxşı ola bilər mənə. Daha rahat yaşayırsan. Gözləntisiz deyil də, burada belə bir haşiyəyə çıxmaq olar. Birincisi, yəni elə bir münasibətdə olmalısan ki, artıq sənin qarşılıq gözləməyinə ehtiyac olmasın. Hər şeydən aiddir. Yəni elə bir təkcə münasibətdə deyil. Deyərəm sizə, məsələn, bunu bizə tək həyatımızda olan kimsə yox, dostlarımız da eləyə bilər, hətta ailəmiz belə eləyir. Yəni məncə çoxumuz rastlaşmışıq bundan. Yəni günahlandıra bilərlər ki, sən onların seçimlərini seçməmisən, onların istədiklərin kimi olmamısan, yaşamamısan və yaxud da hətta rastlaşa bilərlər ki, sən özünü seçirsən, bizi seçmirsən kimi hallarla belə rastlaşıb ola bilər. Çünki qarşılıq gözləyirlər. Necə? Mən sənin valideynəm, mən səni böyüyüb başa çatdırmışam və sən artıq bundan sonra mənə borclusan. Ki, mən sənin üçün hər şey eləmişəm, sən də mənim üçün eləmək məcburiyyətindəsən. Məcburiyyətindəsən. Bəli. Yenə əvvəlki mövzuya qayıdırıq ki, bütün bunların, bizim bu travmalarımızın əsası elə evdən gəlir, ailədən gəlir. Çünki belə sevməyi öyrədiblər bizə hər şey. Belə deyim, düşünürəm ki, bizim nəsil, hansı ki 90'ların nəslinin müəyyən hissəsi bundan çox mağdurdur deyə düşünürəm. Çünki hamımızda eyni problemdir və bizə, onları da qınamıram təbii ki buradan. Onlar elə görüblər, elə yaşayıblar və bizə də onu aşılamağa çalışırlar. Amma artıq biz özümüz hər şeyi görürük, araşdırırıq və bilirik deyə mən düşünürəm ki, biz artıq onların o haşiyələrindən kənara çıxa bilirik. Müəyyən qədər özümüzü sağalda çıxırıq hər şeydə. İstər münasibətdə, istər ailədə, istər nə bilim bəlkə də
övladlarına qarşı hamı müəyyən haşiyələri çıxır və artıq sağlam münasibət qurmağa başlayır. Nəinki ətrafla, hər kəslə, yəni uşaqdan böyüyə hamı ilə necə davranacağımızı 100 dəfə ölçüb biçirik. Ailəm kimsə nəyəsə yaşayıbsa, o travma bizi yaşamaq məcburiyyətindədir. Yəni biz onu yaşamaq məcburiyyətindəyik. Əslində deyilik. Burada məsələ necədir? Düşünürəm ki, belə deyək də, biz onlar görüblər və gördüklərini eləyiblər. Haqsızlıqdır məncə. Haqsızlıqdır, təbii ki, amma günahlandıra da bilmirik. Yəni, çünki valideynlərimiz tək valideynlərimizdir deyə yox. Həyatımızdakı insanlardan da söhbət gedir. İşdə, şəxsi həyatımızda, dostluğumuzda. Yəni tək biz niyə günahlandıra bilmirik? Haqsızlıqdır. Buna bir şey eləyə bilmərik. Günahlandıra da bilmirik. Çünki onların başqa cür görməyiblər. Yəni ancaq bu cür sevgini bilirlər. Sevginin başqa dillərini bilmirlər. Əsas məsələ budur. Yəni sevgi başqa dillərini bilməməkləridir və düşünürəm ki, əgər elə bir şey olursa, hər birimiz oturub söhbət eləməyi, əgər bu söhbət alınmırsa, bəlkə psixoloqa getməyi hər kəs, yəni düzdür, bizim cəmiyyətdə psixoloqa gedənlər dəli kimi baxırlar. Onu vurğulayacaqdım ki, biz məsəl üçün mən şəxsi özüm deyə bilərəm ki, kiməsə qayıdıb deyəndə ki, psixoloqa gedib hansısa bir məsələvi həll edə bilərsən. Həmin bəy və xanım qayıdıb mənim deyirlər ki, mən dəliyəm ki, durub gedib psixoloqa gedim, hansısa bir problemimi danışım, mən o problemi özüm də həll edə bilərəm. Amma sənin həll eləməyin daha da pisə çevirir, nəinki daha yaxşısını eləmək. İnsan hər şey özü həll eləyə bilir, amma bəzən elə yerlər olur ki, mən buna inanıram. Əgər insan özünü sağalda bilir, düzəldə bilir, araşdırıb eləyib hər şey eləyə bilir, amma ki dediyim kimi Rəna, biz özümüzün düşməniyik. Biz istəsək hər şey özümüz bilərik. Bəli. Həqiqətən də elədir. Yəni bunların hamısı bir növ bizi emosional ipdir də. Hamı bir-birinə emosional ip keçirdi. Ancaq hamı bir-birini onunla idarə etməyə çalışır. Bu qədər danışdıqlarımızı ümumiləşdirsək, bu barədə demək istədiyim bir dənə söz var. Elə izləyicilərimizə də bunu demək istəyirəm. Düşünürəm ki, sevgi qarşılıqsız olmalıdır. Fədakarlıq səssizdir və hesabsız olmalıdır. Sevgi hesabsız olmalıdır. Bunu unutmayaraq həyatımızda olan, baş verən hər şeyə diqqət eləyək ki, biz harda fədakarlıq eləyirikmi? Eləyiriksə bu səssiz formada olmalıdır və seviriksə bunu hesabsız, kitabsız eləməliyik hər kəsə. Yəni dostumuzu da, ailəmizi də, övladlarımızı da, sevgilimizi də, hər kəsi hesabsız, kitabsız sevməyi öyrənməliyik. Hal-hazırda qurban rolu haqqında fikir bildirmək istərdim. Qurban rolu nədir? Qurban rolu şuurlu və ya şuursuz şəkildə insanların ədalətsizliyə məruz qalması, özünü aciz, zəif göstərməsi. Əslində bu kənardan aciz görünsə də, lakin bu psixoloji bir mexanizmdir və manipulyasiyanın bir formasıdır. Adətən qurban roluna girən insanlar necə tip insanlardır və nəyə görə bunları edirlər? Məsuliyyətdən qaçmaq istəyirlər, daima diqqət və mərkəzdə olmağı sevirlər, ətrafdakı hər kəsləri günahlandırırlar, heç kəsin yerə özlərini qoymurlar, nə dəstəkləmirlər, nə anlayışlı qarşılayırlar və düşünürlər ki, ətrafındakı insanlar bunlar hər şeyi borcludular və hər zaman da belə olmalıdır. Amma ən pisi də odur ki, və belə tip insanlar zaman keçdikcə özgüvənini itirirlər, özünə qarşı inamını itirirlər və bunların daha çox istifadə etdiyi kəlmələr var. Mənim əlimdən heç nə gəlmir, mən dəyərsizəm, mən heç kəsə lazım deyiləm, heç kəs məni sevmir. Ya da sən məni sevmirsən, sən məni sevmirsən, sən mən dəyərsizəm, sən mənə zaman ayırmırsan və belə cümlələr deyərək ətrafındakı bir çox insanları özünə cəlb eləyir və yaxud da ki, uzaqlaşdırır, çünki bezdirir beləliklə insanları. Qatılıram sənə. Bunu çox rastlaşırıq məncə. Bu cümlələrdən məncə hamımız hər gün rastlaşırıq. Və son olaraq bir sual da vermək istəyirəm. Ayrılmaq, ayrıla bilməmək, qarşı tərəfdən asılı olmaq, qorxu, şübhə və düşünürsən ki, ümid dəyişdirmə, bəlkə dəyişər, bəlkə dəyişdirə bilərəm kimi. Bu barədə nə düşünürsünüz qızlar? Məncə insanlar pis istər münasibətdə, istər dostluqda pis davranandan sonra bizim ən mənfi cəhətimiz odur ki,
şirin sözlərə aldanmağınızdır. Əsasən də şirin sözlərə çox aldanırıq. Deyir ki, hə, bəlkə də bizi istədiyinə görə bizi acılayır. Bizim ən mənfi cəhətimiz odur ki, bizi elə bilirik ki, hər şey onun adı altında onun adı altında şirin davranır, bilirik ki, hə, əsəbləşirmiş kimi göstərir ki, deyir ki, əsəbləşib ona görə heç nə olmaz. Əsəbi soyuyandan sonra mənə yaxşı davranacaq. Ona görə asıllıq yaranır bizdə və ayrıla bilmirik. Deyirik ki, keçər, düzələr. Əslində bunların hamısı qorxudan irəli gəlir münasibətdə. Yəni, ki, o insanı itirərik deyə. Həm itirməkdir, həm də insan öyrəşdiyi duyğuları seçir. Yəni ondan qırağa keçə bilmir. Bəli, öyrəşdiyimiz duyğuları seçirik həmişə. Ondan bilinməməzlik bizə daha təhlükəli gəlir, nəinki bildiyimiz cəhənnəm, belə deyək. Çünki bilinməməzlik insanı daha çox qorxudur. Axı bilmirsən necə olacaq, ayrılsan məsələn necə olacaq və yaxud da getsən necə olacaq. Əsas məsələ. Əsas məsələ budur. Çünki artıq orada belə deyim də, hətta düşün ki, adi bir misal, bayramda kimə yazacağam? Və yaxud da məni kim təbrik eləyəcək? Və yaxud da məsələn axşam mən kimə yazacağam? Kimi suallar verir insan və qorxurlar. Ən çox da səhərlər məsəl üçün yazırlar və ya məsəl üçün işdə yaxşı olur və ya münasibətdə də məsəl üçün hər gün, hər dəqiqə danışırlar, münasibət yaxşı olur. Bir yerdən sonra yanında kimisə olsun deyə olsun istəyirik bəzən və onun o olduğu prosto belə deyək də formalite olmağı bizə belə bir rahatlıq gətirir. Və ən çox da bu qadınlarda olur belə. Elə bilər ki, kimsə olmasa, eynən konfort zonamız olur və bundan çıxmaq ən çox da qadınlarda olur bu. Konfort zonadan kənara çıxa bilmirlər. Fikirləşirlər ki, yəni yanında kimsə olmasa məndə nəsə çatışmayacaq kimi. Amma fərqində deyirlər ki, xoşbəxt olmaq üçün heç kəsə ehtiyacımız yoxdur. Biz özümüzü də xoşbəxt eləyə bilirik. Yəni bunu unutmamaq lazımdır. Və bu naməlumluq və boşluq hissi də bizə o qorxunu gətirir. Nəticəsində də biz tək biz yox, hər kəs, yəni ayrıla bilmir, münasibəti bitirə bilmir. Artıq xoşbəxt deyil orada, amma qalır, müəyyən səbəblərə görə qalır. Yəni ki, o düşünmür. Yəni bu konfort zonadan çıxsa naməlum qalır və sonrasını düşünmür. Həmişə belə özünü o cəhənnəmə məhkum edir. Və bir də onu vurğulamaq istəyirəm ki, xanımlarda daha çox olur deyə xanımlar üzərindən gedirəm. Yəni onlar təkcə insanı yox, həyatımızda kimsə gedəndə həmin insan təkcə getmiş olmur. Ona yüklədiyimiz rollar da getmiş olur. Kimsin həyat yoldaşını itirmiş olur, kimsi sevgilisini itirmiş olur. Yəni bir insana müəyyən rollar veririk və o rolları da itiririk. Sonuçda bu bizi çox sarsıdır. Düşüncəsi bizi sarsıdır. Bəlkə özü getsə bu qədər təsir eləməz. Getsə deyir, mən kimlə məsləhətləşəcəm, kimlə bu addımı atacağam, dərdimi bölüşəcəm kimi. Ən çox qadınlar bu sözləri deyir və ona görə də bəylər də deyir, biz niyə yalnız qadınlara deyirik? Yəni qorxu həmişə yəni onu sevdiyin üçün yox, öz dəyərini tək başına əldə eləyə bilməmək qorxusudur. Yəni biz özümüzü tək başına dəyərli, kimsə bizə verdiyi dəyər önəmli deyil. Amma biz buna həmişə niyəsə ehtiyac duyuruq ki, kimsə bizə dəyər versin. Bunu məncə təsdiqlənmə istəyimiz var. Kimsə sevgi ehtiyacı var. Bunu aşsaq məncə, hər kəs bunu aşsa, qorxunu yensə, münasibətlərdə daha sağlam olar. Ki burada belə bir şey də var. Qarşındakı insana çox yüklənəndə, necə deyim, gözləntiləri çoxaldırıq. Gözlədiyimizi almırıq, amma yenə də oradan getmirik və mən həmişə deyirəm, məncə qarşıdakı gözləntilərini çox azaltsan, çox rol yükləməsən, belə deyək, onda hər şey daha rahat olacaq. Hər kəs üçün, hər iki tərəf üçün. Bəlkə sən qarşı tərəfə bu qədər yüklənməsən, o sənin yanında qalmaqda bu qədər çətinlik çəkməz. Yəni ayrılmağımız rahat olar. Ayrılmaq da rahat olar, münasibəti də bəlkə heç sən özünü belə deyək, mən özümə dəyər versəm, artıq avtomatik qarşıdakı insan da mənə dəyər verməyə başlayacaq. Mən bu hərəkətləri eləyərək o hiss edir ki, mənə ona ehtiyac var, o dəyərə ehtiyac var da. Yəni ki, boşluqdur məndə bu hissə. Yaxşı istəyir, pis davransa da belə bilir ki, qarşıdakı insan onu qoymayacaq getməyə. Ona görə o ehtiyacdan artıq avtomatik istifadə etməyə başlayır. Amma sən özünə o dəyəri versən, heç bir ehtiyac duymasan və həmin insan da fikirləşəcək ki, mən görəsən nə edəcəm, nə etməliyəm ki, daha
da dəyərli hiss elətdirim, daha çox şey eləyim, daha çox verim. Ümumiyyətlə o alma vermə balansı deyə bir şey var ki, biz onu çox qorumalıyıq. Amma təəssüf ki, qorumuruq. Bəzən çox verən tərəf həmişə qadınlar olur. Susan tərəf də qadınlar olur. Düzdür, bəzi münasibətlərdə məsələn, mən çox azarlaşmışam, bilmirəm siz necə olub. Mənim ətrafımda elə insan azdır. Yəni kişilər o qədər də çox getmirlər buna. Daha çox qadınlar hər şeyi fədakarlıqla eləyirlər, hər şey daha çox verməyə meyllidirlər. Öz dəyərlərini fərqində deyirlər. Yəni məncə bunun üzərinə biraz düşünmək lazımdır. Qadınlar daha çox eləyirlər. Təbii ki, eləyirlər, amma ki bəylər deyə bilirlər ki, elə olacaqmış kimi komfort zonaya daxil olurlar deyə ona görə artıq düşünür ki, həmişə yanımda olacaq, həmişə mən dediyimi eləyəcək. Çünki bəzi xanımlar bu həmin psixologiya yaradırlar bəzi kişilərdə itirmə qorxusu. Ən böyük problem odur ki, istəyir bəzi qadınlar, istəyir bəzi kişilərdə itirmə qorxusu yoxdur. Qarşı tərəfdə itirmə qorxusu yaranandan sonra artıq sən onun üçün dəyərli, daha fərqli olursan. Nə zaman ki, qarşı tərəfdə o itirmə qorxusu yoxdursa, artıq rahatdırsa, yəni bu da bir növ idarə etməkdir. İtirmə qorxusu ilə idarə etmək də düzgün deyil. Amma məncə hər iki tərəf bəzi şeylərin fərqində olaraq yaşasa, hər şey ki, necə, burada da balans necə qorunur? Mən sənlə necə deyim, münasibətdə hər kəs bir-birinin aynasıdır. Sən mənə nə versən, mən də sənə onu verəcəm. Nə artıq, nə əksik. Heç nə görməyəcəksən məndən. Artıq belə olanda heç kəsin içində nə qorxu var, nə də ki, əlavə ekstra bir sevgi yaranır. Hər kəs bir-birinə tarazda olur və münasibətdə normal yaranır. Boşuna demirlər də ki, qadının davranışları kişinin güzgüsü, kişinin davranışlarının güzgüsü qadındır. Yəni daha çox necə davranırsa, o cürdə qarşılığında münasibət. Amma bəzən biz daha çox veririk və bu da sonra da problem yaradır. Sarsıntı yaşayırıq. Sadəcə balansı qorumaq lazımdır. Bunu bacarmaq lazımdır. Alma vermək. Çox insan bacarmır və özünüzü düzəltsə. Mübarizə aparmaq lazımdır. İnsan gərək ilk növbədə özünü şəfalandırsın ki, birinci burada məsələ kimsə düzəltmək deyil də, biz bu əziyyətə giririk əslində münasibətdə. Birinci özümüzü düzəltmirik, qarşıdakı insanı düzəltməyə çalışırıq. Hə, əslində özümüzü düzəltsək bəlkə də o da dəyişəcək. Birinci özümüzü düzəltməliyik məncə, sonra başqasını kimsə ki, düzəltməyə məcbur deyil ya. Sadəcə əgər nə isə düzəldəcəksə, birinci özümüzdən sonra bezirik. Boş buraxmağa çalışanda boş buraxırıq və qarşı tərəf təzədən deyir ki, yox, hər şey düzələcək, manipulyasiya, yaxşı olacaq. Eynən, gedirik, buraxırıq, gedirik və qarşı tərəf deyir ki, yox, bundan sonra daha gözəl olacaq. Qərarımızın üstündə duran insana çox azdır hədsiz dərəcəsində. Olmur. Daha yaxşısı olmur. Əgər dəyişməsənsə olmur. Bir insana bir dəfə şans verilir. Mənim fikrim budur. Bir insana bir dəfə şans verilir. 2 dəfə şans versəsə, o səni yenə də incidəcək. Mənim düşüncəm budur. Məncə mən də belə düşünürəm. Yəni siz necə düşünürsünüz? Amma mən düşünürəm ki, bir çox insanların səhvi odur ki, dəyişdirə bilərəm sözünə inanılır. Heç kəs dəyişdirə bilməz. Qarşı tərəf əgər özü həqiqətən dəyişmək istəsə, özünü dəyişdirə bilər. Sənə görə dəyişmək istəsə, dəyişəcək. Sənə görə, özünə görə, gələcəyinə görə, münasibətinə görə heç kəsin oyuncağı deyil və heç kəs dəyişdirə də bilməz. Təbii ki. Yəni bu ümid həmişə bizi biraz bəlkə dəyişər, həm də ki, gələcəyə bir işıq verir. Yəni bəlkə dəyişər, bunu eləsən bəlkə düzələr və yaxud da bu problem var idi, bu problem qutarandan sonra düzələr kimi formalara özümüzü beynimizdə aldadırıq və əslində dəyişən heç nə olmur. Hər şey yenə eyni qalır. Çox nadir insan yenə də dediyim kimi, əgər dəyişmək istəyirsə, özü dəyişir. Siz heç kəsi dəyişmə məcburiyyətində deyilsiniz. Necə ki, bizi heç kim dəyişmə məcburiyyətində deyil. Necə ki, məsələn, necə ki, mən əgər müəyyən şeylərin üzərində çalışıram ki, özümü düzəldeyim. Qabağımdakı insan da. Bəli. Qarşımdakı insan da bu cəhdi göstərməlidir ki, sağlam münasibət olsun. Yoxsa məcburdur. Mən məcburiyyət sadəcə içindən gələn bir şeydir. Əgər belə bu arada bir sən Mehri necə? Sən də ondan sonra. Bu yaxınlarda bir kəlmə eşitmişdim, həqiqətən də çox bəyəndim. Sizə bunu deyəcəm. Doğru insan deyə bir şey yoxdur.
sizin üçün doğru insan olmağa çalışan bir insan var. Ümumiyyətlə doğru Bəli. insan bir anlayışı da yoxdur. Sadəcə kiməsə görə, məsələn mənə görə uyğun insan ola bilər, kiməsə görə uyğun olmayan insan ola bilər. Yəni sadəcə bizim üçün istəyən insan, bizi həqiqətən istəyən insan çalışar ki, bizə uyğunlaşsın, sırf bizim istəklərimizi yerinə yetirsin və bizə uyğundursa, sırf ona görə hərəkət eləsin. Belə yəni. Belə. İzləyicilərimə sual yönəltmək istəyirəm bu bölümün sonunda. Bizi izləyəndən sonra ağlınıza gələn ilk fikir nə oldu? Bunu yorumlarda bizlə paylaşsaz sevinərik. Ağlınızda gələn ilk fikir toksiklik haqqında olsun, qalıb gedə bilməmək olsun. Bəlkə təcrübələrinizi bizlə bölüşərsiniz ya da gələn bölümlərimizdə hansı mövzulara toxunmaq istəyirik, bunlar haqqında da yorumlara yazarsınız. İndi isə izləyicilərimizin sosial media hesablarımızdan bizə yazdığı sualları da oxuyacağıq. Biz öz sosial hesablarımızda sizə ünvanladıq. Toksik münasibətlərdəki təcrübələriniz, xatirələrinizi bizə yazın. Siz də yazdınız, mən də və əməkdaşlarımız da, dostlarım da. Bu sualların içindən 10 dənəsini seçdik. Ən maraqlılarını. Bəli, ən maraqlılarını ən seçdik. Onları oxuyub, burada öz təcrübələrimizi və yaxud da bəlkə fikirlərimizi, nacizanə fikirlərimizi sizlərlə bölüşmək istəyirik. İzninizlə sualları oxuyacağam. Sual verən izləyicilərin adlarını çəkməyəcəm. Sualları oxuyuram. Birinci. Haqsız olsa belə haqlıymış kimi, yaxşı sən dedin, sən deyəndi, yaxşı, hə, yaxşı deyib, başından eləməyə çalışır məni, haqsız olduğunu qəbullanmır. Yəni yəqin demək istəyir ki, burada nə etməlidir? Buyurun, nə fikirləşirsiniz? İzləyicilərimə nə önərirsiniz? Məncə ayrısı daha məsləhətdir. Çünki hansısa bilmirəm, istər bəydir, istər yoxsa xanımdır, izləyici bilmirəm, amma xanımdır, izləyicilərimizin əksəriyyəti xanımdır, bəli. Sual verən şəxslərin mənə elə gəlir ki, bir bəy xanımı bu qədər incitirsə, bir xanım öz başından atır öz günahlarını. Bəli. Günahını başından atır ki, belə deyim də, yalandan Yola verir də bir. Yola verir ki, atsın onun üstünə ki, o xanımı günahkar hiss etdirsin ki, xanımın atdığı, xanımın dediyi kəlmə, söz o özünün günahıymış kimi manipulyasiya eləyir də bir növ. Eynən. Sənin fikrin nədir? Mənim fikrimcə ya ayrılıq baş verməlidir və yaxud da ki, oturub bunu müzakirə etməli. Əgər axırda bu söhbət bir nəticəyə gəlməyəcəksə, təbii ki, də ayrılıq baş olmalıdır. İkinci sualımız. Biz burada ayrılığı təbliğ eləmirik. Əsla. Amma ki, çalışıb. İncidir, qaçıqarsın insanı. Yəni, ümumiyyətlə, toksik münasibətdən qaçmaq lazımdır. Bu da toksikliyin bir növ nümunəsidir. Ona görə çalışmaq lazımdır ki, bu şeydən çıxaq. Sualımız, ikinci sualımız. Məni qısqanır. Qısa geyinməyə icazə vermir. Amma bir şey var ki, məni qısqanmağını demir. İcazə vermirəm demir. Sadəcə deyir ki, sənə yaraşmır, geyinsən belə pis görünsənəcək. Məni manipulyasiya edir və özünü qısqanc yox, düşüncəli kimi göstərir. Məncə qəbul edirsiniz manipulyasiya elədiyini fərqindəsiz, amma deyirsiniz ki, nə etmək istəyirsiniz? Məncə manipulyasiya olduğunuz yerdə qalmayın və düşünürəm ki, bunu ona deyin ki, mən fərqindəyəm, sən nə etmək istəyirsən? Manipulyasiyanın uzmanıdır. Və gəlməmək lazımdır. Bəli, bu professional manipulyasiyasıdır ki, bir insana belə geyiminə qarışmaq məncə manipulator insanların elədiyi bir şeydir. Toksik insanların elədiyi bir şeydir. Yəni sən düşünürmüş kimi göstərir. Hər şeyi sənin əvəzinə mən düşünərəm. Sən heç nəyi mənsiz bacarmazsan, mənim fikrim olmasa sən heç nə eləyə bilməzsən kimi fikirlər zaten toksik insanların düşüncələridir və toksik münasibətdə olduğunu göstərir bu əziz izləyicimiz. Üçüncü sual. Əlavə fikriniz yoxsa keçərəm üçüncü sual. Axşam dava çıxarır, küsür məndən, amma səhər heç nə olmamış kimi davranır. Küsmüş kimi yox. Onun belə dəngəsiz olması bu ilişkidə məni psixolojik olaraq çox yorur. Qəşəng sualdır. Ayrılıq deyəcəkdi. Davranmaq ya xəyanət var ortalıqda ki, axşam saatları soruşmarsın ki, nə edirsən? Ya da ki, ola bilər. 100% kimdəsə danışır ki, narahat eləməsin xanım onu. Dava salır. Deyirsən dava salır ki, axşam sakit qalsın. Dava salır ki, o da bir taktikadır. Taktikadır mənə elə gəlir ki, ya xəyanətdir mənim düşüncəmlə. 100% xəyanətdir. Ya da ki,
qərarsız bir insandır ki, qarşısındakı insana Sağlam bilmir necə düşüncəli insan deyil davranmaq onda. lazımdır deyə düşünürəm. 4-cü sualımız. Xanım deyir ki, toksik sevgilin var idi. Aha. Ona sən heç vaxt xoşbəxtliyi tapa bilməyəcəksən. Sən xanıma deyib. Sən heç vaxt xoşbəxtliyi tapa bilməyəcəksən. Hər zaman zəhərli münasibət yaşayacaqsan. Dostlarınla, ailəndə, uşaqlarda həmişə xoşbəxt olmayacaqsan. Belə deyib və ayrılıb xanımdan. Bu da sual verir ki, mən onun qarşılığında nəsə etməliyəmmi? Düşünürəm ki, məncə sizin sakit qalmağınız və öz həyatınızı xoşbəxt yaşamağınız elə onun ən böyük cavabdır. Bu toksik gözəl insanların cavab. elədiyi bir haldır. Yəni belə deyək də, o ümumiyyətlə belə kişilərdən uzaq durmaq lazımdır. Qarğış eləyən kişi Kişi deyil məncə. Yəni bir qadına kişi belə deyib qarğış edirsə, belə ağır sözlər deyirsə, bu da bir nə dərəcədə manipulyasiyanın düzgündür ki? formasıdır da. Yəni Bu da məncə egosu. boş ver, həyatını yaşa. özündən razıdır ki, Ego, deyir ki, qəbul özünü- etmir. ego- Deyəsən mən egoistlikdir bu. Egoistlikdir ki, Egoistlik. deyim ona pislik arzudan, o vicdanla yaşasın içində. Eynən onun içində Onun Kim içində mən o o vicdan onu yorsun. Mənimlə bərabər olsun, o da ola bilər. Qoy mən belə pis arzular eləyim, odanca gəlsin məndən. Mən Mən amma heç kim ona yaxşı davranmasa, gəlsin Mən sözümü sən düz deyirdin, sən mən düz deyirdin, gəldim. mən sənə geri ayrılmazdım. Eynən. Belə bir cümlələr. 5-ci sualımız. Məncə onları toksik edən ailələridir. Uşaqlıqdan özləri toksik bir ilişkinin uşaqları olublar. Valideynləri tərəfindən dəngəsiz şəkildə, toksik şəkildə sevgi görüblər deyə elə bilirlər, sevgi də elə olur, münasibət elə idarə olunur. Bu sual deyil, fikirdir. Sizin fikriniz nədir? Məncə düzgün vurma. Zaten biz bunu vurğuladıq bayaq. Daha doğrusu mən vurğuladım. Vurğuladım ki, ailədən gəlir çox şey. Həqiqətən də belədir. Yəni biz ailədə də, yəni bizim nəsil uşaqların çoxusu toksik münasibətlərin içində böyüyüblər və elə görüblər. Onu da davam elətdirirlər. Özünü sağalda bilənlər sağaldır, özünü düzəldə bilənlər düzəldir, amma təəssüf ki, düzəldə bilməyənlər də, toksik münasibətdə olanlar da çoxdur ətrafımızda gördüyümüz qədəri ilə. Evliyəm, yoldaşım anası ilə mübahisəmiz olanda anasının tərəfini tutur, anası haqsız ola. Xanıma nə demək istəyirsiniz? Amma uşaq. Başqa deyə bilər. Sual belə təkrar eləyə bilərsiniz. Deyir ki, evliyəm, yoldaşım anası ilə mübahisəmizdə, anası ilə xanım qaynanası ilə mübahisəsi olanda xanımın yoldaşı anasının tərəfini tutur. Mənə gəlir ki, bəyin çox öz günahı var. Ki, hər iki tərəfi dinləməlidir. Yox. Ondan O söhbətdə olmamalıdır. O dava olmamalıdır. Hər ikisində o biri valideynidir, biri də həyat yoldaşıdır. Yəni heç birinə keçə bilməz və onların əvəzində də ən böyük günah mənə elə gəlir ki, bəydədir. Mən də elə düşünürəm. Düşünürəm ki, ümumiyyətlə bu mövzularda, yəni qaynana gəlin yoldaş mövzusunda məncə bir tərəfli bəylər heç bir fikir bildirməməlidir. Nə xanımı tərəfindən, nə deməlidir təklikdə hər kəslə danışır. Əgər kiminsə səhvi varsa, məsələn, yoldaşının səhvi varsa, yoldaşını kənarda, qaynanasının yanında yoldaşını əsla, anasının yanında əsla alçatmamalıdır. Eləcə də əgər anasına hər hansı bir söz demək istəyirsə, bunu xanımının yanında eləməməlidir. Kənarda anasına öz fikrini, öz sözünü deyə bilər ki, məsələn deyirəm, mənim ailəmdir, bu cür olar, mənə qəbuldur və yaxud da necə deyim, bu hərəkəti mənim üçün okeydir. Artıq o anasıyla söhbət eləyəndə bunu mən xanım eşidə eləməsə də olar, amma bu söhbətləri eşidilmədən eləməlidir. Yəni burada tərəfsiz qalmalıdır məncə. Əgər tərəf tutursa, deməli ki, problem var, amma bu münasibətlərdə məncə düşünürəm ki, bəylərin mövqeyi tərəfsiz olmalıdır. Lazım. Tərəfli olsa belə bunu heç kəsi qırıb incitmədən eləməlidir. Sonra 7-ci sual. Mənim toksik münasibətim dostlarımladır. İstəyir ki, başqa dostum olmasın, digər dostlarımla aramı vurur. Tanış bir mövzudur mənim üçün. Onda buyur sən fikrimi bildir. Tanış bir mövzudur mənim üçün. Sən fikrimi bildir. Ki, mənə gəlir dostluqda qısqanclıq çox düzgün bir hərəkət deyil. Şirin qısqanclıqdır yenə Şirin də. qısqanclıq tamamilə başqa bir şey də olmaz. Dostundur da, yəni.
Yəni məni çox istəyirsən, onu az istəyirsən. Şimdi belə söhbətlər Ondan olmamalıdır. daha çox görüşürsən, məndən daha az görüşürsən. Dostluqda Ona çox başqa dəyər qısqanclıq verirsən. ola bilər ki, Mənim şəxsən həyatımda var belə bir situasiya. Şəxsən bu situasiyada mən çox yaxşı qarşılaşmışam. Məsələn, mənim həyatımda elə bir rəfiqəm var ki, daha çox niyə o rəfiqəvə daha çox dəyər verirsən, mənə daha az dəyər verirsən. hardan bilir? Kimə necə dəyər verdiyini, nə ilə ölçür? Yəni bu insanlar nə Mən də ilə çox ölçürlər özü o dəyəri? mənə elə gəlir ki, öz beynində qurur. Öz beynində qurur və sənin qabağındakı insana deyir ki, məsələn sən onu daha çox istəyirsən, mənə daha çox az istəyirsən. Məncə dostluqda və rəfiqəlikdə bu olmamalıdır. Məncə də. Yəni o sənin dostundur. Düzdür, mən dostluq anlayışını biraz fərqli bölürəm. Yəni necə? Mənim üçün rəfiqələr var və dostlar var. Dostlar dediyim çox tək-tük insan var. Rəfiqələrim dəyişə bilir. Olduğum yerə, məkana, iş yerinə, nə bilim, belə də bəziləri var, məsələn, eyni yerdə işləyirsən, münasibət qurursan, sonra yəni çox ara-ara danışırsan, bunlar mənim üçün rəfiqə kateqoriyasına girirlər, amma dost dediyim çox tək-tük insan var və mən onlara qarşı belə bir hissə çox hiss eləməmişəm. Çünki onların da öz həyatı var. Yəni belə ki, ona görə mən düşünmürəm. Sağlam düşüncə deyil məncə. Keçək. Toksik eksim yeni sevgilimə mənim haqqımda yalan yanlış şeylər danışır, nə edim? Ümumiyyətlə eksivin yeni sevgilinlə nə işi var? Və hardan tanıyır və hardan bilir? Çox maraqlıdır sual. Həqiqətən də. Və qabağındakı insan ona inanır. Əgər inanırsa, məncə onu da sorğula bir. Məncə ayrılsan daha məsləhətlidir. Elə ikisindən də uzaqlaş. Ən gözəli. Digər insanlarla 9-cu sualımız, digər insanlarla aşırı istiqamlı səmimidir. Mənə də elədir, amma insan içində olanda mənə kobud davranır, ciddi imiş kimi görünməyə çalışır. Yəni dediyim kimi özünü sübut etməyə çalışır ki, mən beləyəm. Mən öz egosunu təmin edir başqalarının yanında. Məncə bunu ondan danışa bilərsən ki, davranışındakı tutarsızlığın səbəbi nədir deyə oturub danışa bilərsən. Sonuncu sualımız yekunlaşdıram. Deməli, qalereyasında qızın şəkilləri var. Qalereyasında qızın şəkilləri var. Qız da köhnə sevgilisidir. Həm də gizli albomda da şəkillər. Daha enteresan şəkilləri gördüyümü dedim. Ona əsəbləşib qışqırıb. Niyə? O da əsəbləşib qışqırıb telefonu niyə icazəsiz açmısan dedi. Aha, üstə çıxma. Bu bayaq sənin dediyin məsələdir. Həyatını öz bastır eləmək və kimisə unutmamsansa, kiminəsə münasibətə girmək məncə doğru bir hər addım deyil. Yara bandı kimi və ondan əvvəlki sabahsı gün həmin insanla təzədən barışmaq. Məncə sən münasibəti bir gözdən keçir bacım. Mənə gəlir ki, insanın keçmişini unuda bilmirsə, həyatına yeni kimsə almaq məncə düzgün bir hərəkət deyil. Çünki onu da incilirsən. Zaten sən onu sevmir, o xoşbəxtlik vermir. İlk növbədə özünə yara bandı xoşbəxtlik kimi verməyəcəksənsə, onunla niyə münasibət ondan sonra bütün belə deyim də düzələndən sonra bəlkə o insan sənə yara bandıymış kimi gəlir də. Sonradan bəs özünü sorğulayacaqsan, özünü sorğulayacaqsan ki, bəs mən bu insanı sevməmişdim, amma mənə yaxşı gəlirdi. Bir müddətdən sonra yaxşı gəlməyə də bilər. Yaxşı gəlməyə də bilər. Sonra vicdan hissi də edə bilərsən ki, mən pis gündə yanımda olub, necə ayrılım məsələn, o da ola bilər. Yəni ümumiyyətlə hər iki tərəfə haqsızlıqdır bu yara bandı məsələsi. Hər iki tərəf üçün yaxşı bir şey deyil. Məncə bir münasibətə başlayırsansa, əgər münasibətin bitibsə, söhbət formal bitməkdən getmir, həqiqətən bitibsə, o zaman yeni münasibətə başlamalısan. Suallarımız bu qədər, mesajlarımız bitdi. İndi bir oyunumuz var. Ondan Mehdi sən izah edəcəksən. Baxın, bizi də gözləyir. Maraqlı bir oyunumuz var. Kartlarımız var. Eləmişəm və ya eləməmişəm. Mən sizə suallar verəcəm. Siz də kartlarınızla göstərəcəksiniz ki, eləmişəm və ya eləməmişəm. Çox maraqlı suallarım var. Baxalım. Mehdi sən də göstərəcəksən də, yəqin ki, eləmişəm. Tək bizə pazarlayacaqsın. Olar. Heç kimin bilmədiyi bir sirri təsadüfən başqasına demisiniz. Bir dəqiqə, özüm haqqında. Başqasının haqqında da ola bilər. Yoxsa başqası haqqında sizə heç kəsə danışma. Eləməmişəm. Mən bilərək və bilmərək eləmişəm. Mən eləməmişəm. Mən eləmişəm, bilməyərək demişəm. Bəzən pot qırırıq, amma belə sir kimi şeyləri yox. Amma pot qırmaq eynən istəmədiyimiz bir halda demişik. Eləmişəm. Mən eləməmişəm.
Mesajı səhvən adama göndərib panikaya düşmüşəm. Səhv adama göndər Səhv falan. adama Eləmişəm. Oy. Eləmişəm. Eləməmişəm. Eləməmişəm. Yoldayam deyib evdən çıxmamışam. Bu mənəm. Rəna bunu çox qəşəng bilir. Rəna bunu çox qəşəng Amma bilir. yarım saatdan sonra Yarım saatdan da evdən çıxmamışam amma demişəm ki, yox, Rənaya az eləmişəm amma bəzi dostlarıma çox eləmişəm bunu. Sən bu çox verilişdən eləmirəm. sonra Və bloka bunları gedəcəksən işləndən deyəsən. sonra məni 100% bloka atmaqları %100-dür. Mən çox eləməmişəm, amma eləmişəm. 1-2 nəfər eləmişəm. Çox eləməmişəm. Yox, Aha. Rənaya heç vaxt eləməmişəm. Çünki mən biraz dəqiqəm dediyim saatda oluram orada. Ona görə eləmirəm. Yəni məncə siz də təsdiqləyirsiniz. Düzdür. Çox qəşəng Sual sual. insansın. Çox qəşəng sualım var. Kiməsə cavab verməmək üçün telefonunuzu rejimə atmısınız? İndi baxır kimə də yəni. Mənim ümumiyyətlə telefonum həmişə səssizdə olur. Əslində mən əvvəl belə deyildim. Hamıya cavab verməyə çalışırdım. Yəni bilməm niyə. Hamıya çatmağa çalışırdım. Amma indi yəni WhatsApp-ıma girsəz, bəlkə 30 dənə oxunmamış mesaj var. Amma mən son 10 ildir çox yaxınlarıma daha çox cavab verməyə daha çox üstünlük vermişəm. Eynən. Yəni vacib mesajlara baxıram. Yəni Dəyərli olan insanlara mesajdan cavablandırmaq. Söhbətlərimizdə Belə məsəl üçün deyil, 3-4 nəfər var, onlara dəyər verdiyimiz birilə Rəna xanım olduğuna görə. Sosial mediada stoklayıb sonra səhvən link atmışam. olmur. Yox. Mən ümumiyyətlə heç kəsi stoklamıram. Eləməmişəm. Mən də eləməmişəm. Hə, qəşəng bir sual. Sevmədiyim bir hədiyyəyə çox bəyəndim deyə demisiniz. Yəqin ki olub. olub. Yadımda deyil düzdür. Uşaqlıqdan Amma məndə böyük ehtimal ki olub da. Yəni çünki hamımızın bəyənmədiyi şeylər olur da, ya da Yəni. gözləmədiyi şeylər olur. Mən eləmişəm və mənim Məncə bir də çox eləmişəm. yaxınlarım mənə həmişə Eləmişəm, nəsə tutdum. hədiyyə alanda, həmişə çekin üstündə qoyurlar ki, gedib qaytarıb başqasını alma ehtimalı. Yaxşı. Ən çoxu da Tanıyırlar da. ən hə, azından. tanıyırlar. Çox belə xasiyyətimi bilirlər ki, ən yaxşısı çeki ilə bərabər qoyurlar ki, Mehriban %100 Ən gözəli. Hə. Daha öncə ağır şəkildə kimdənsə qisas almısınız? İntiqam? Yox, mən heç ikinci Məncə insan də. deyiləm. Mən Aa, üçün bitmiş eləməmişəm. bitmiş bir Hekayəni hekayəni təzədən yəni Canlandırmağa intiqam mənasız. almaram. Mən də Yəni, ya da uğraşmıram. almaram O axı. vəziyyətə salmaram özümü. Axotum olmaz. Mesajı siz alıb dostunuza göndərməkdənsə həmin özünə göndərmisiniz? Eləməmişəm. Eləmişik. Bu Çünki elə arada şeylər axıcı bunu olmur. həm mənə eləyiblər. Aha. Mənim heç vaxt mənim eləməyiblər. mesajımı kiməsə söhbət soruşdu məndən. Mən onu atdım səsi və mənim atdığım səsi mənə atmaq, başqasına atmaq əvəzinə mənə atmışdılar. Mən də bunu bir dəfə eləmişəm, özü də çox pis eləmişəm. İşdə eləmişəm, iş qrupuna atmışam səhv. Çox pis bir şey. Çox pis. Mən də həqiqətən heç vaxt Ondan sonra olmayıb. bir dəfə onda olub. Ondan sonra hər dəfə mesaj göndərəndə Çox iş diqqətli. qruplarının hamısını arxivə atmışam ki, çıxmasın qabaq. Qəşəng bir şey. Sonra edərəm deyib tamamilə unutmusunuz. O qədər, o qədər. Eləməmişəm. O qədər olub. Təəssüf ki. O qədər. Və son anda eləmək. Yox, mən eləməmişəm. Rəna, çox qəşəng sualdır. Gülməli olduğum yerdə gülümsəyə saxlaya bilməməyim. Gülməməli olduğum yerdə. Gülməməli olduğum yerdə Hə, ciddi ortamlarda gülməyi mən də eləmişəm. eləmişəm. Biz O eləmişik qədər. özdə. Və mən çox vaxt bir dəfə rəfiqəmin yaxınının rəhmətə gedəndə orada O məndə də rəfiqələrim olur. məni güldürüblər və mən məcburiyyət qarşısında çölə çıxmışam çünki burada mənim günahım yoxdur, rəfiqələrimin günahlarıdır ki, onlar məni Bu arada güldürüblər. məncə bu halı hamı yaşayır. O ciddi ortamlar olur. Ən çox da yaşlarda olur. Yəni gedirsən Allah rəhmət eləsin hamısına. Amin. Amma ki o sənə aid deyil də, o hiss sənə aid deyil. Prosta getmisən və orada bilmirsən necə davranacaqsan, özünü o ciddiyyətə salmağa çalışırsan və əsla o ciddiyyətə alınmır. Və mən öz yaxınlarım mən harasa gedəndə qızlar mənə deyirlər ki, nə olar üzbəüz oturmayaq. Çünki biz üzbəüz oturanda birimizə baxıb gülümsüyük. Bunu mən də həmişə deyirəm. Buna Yaxınlığa görə durmuram. uzaq, ən yaxşısı uzaq oturmağa daha çox üstünlük veririk. Suallarım bu qədərdir. Tamam. Çox maraqlı bir oyun idi Qəşəng mənim idi. üçün. Çox sağ ol. Təşəkkür Həqiqətən edirəm. Sağ olun. çox Mənim maraqlı üçün və maraqlı əyləncəli bir idi. oyun idi həqiqətən də. Məndən bu qədər. Və bir bölümün daha sonuna gəldik.
Əgər bizi daha çox görmək istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Bölümlərimizdən anında xəbərdar olmaq istəyirsinizsə, bildirimləri açmağı unutmayın. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Şərhlərdə fikirlərinizi bizlə bölüşməyi unutmayın. Fikirləriniz bizim üçün dəyərlidir. Önümüzdəki həftə 20:00-da sizlərlə yeni bölümlə qarşınızda olacağıq. Və əlavə olaraq da burada layihəmizin yaradıcısına və layihəmizin prodüserına dərin təşəkkürümü bildirmək istəyirəm. Fəqan bəy Dadaşova çox gözəl bir insandır. Həqiqətən də biz minnətdarıq ki, belə bir insan var. Belə bir insanla çalışırıq. Təşəkkürlər Fəqan bəy. Təşəkkürlər. Sağ olun. Görüşənə qədər. Sağ olun. Sağ olun.